Bizim komandadan GSMF-ni 3 sözlə ifadə edin deyə soruşsanız, komandamızın hər bir üzvünün cavabı oxşar olacaq. Həvəs, əzm və dəyişikliyin bir parçası olmaq. Layihəmizin ideya müəllifi üçün isə GSMF bu 3 sözdən daha artıqıdır. Hazırda iştirak etdiyiniz tədbir bütün çətinlik və maneələrə rəğmən qazanılan bir yox, artıq ikinci bir uğurdur. Düşünürəm ki, hekayəmizi dinləmək və vizyonumuzdan, bu yolda qazandıqlarımızdan agah olmaq sizə də maraqlı olacaq. Buna görə də sözü uzatmadan Gənclərin Sosial Media Forumunun ideya müəllifi və layihə rəhbəri Hacı Qafarova ötürürəm. Buna bir dənə şey eləyək. Necəsiz yoldaşlar? Bir dəqiqə. Yaxşısınız? Səs gəlmir. Əlasız. İndi inandım. Deməli yoldaşlar, mənim adım Hacı Qafarovdur. Mən bugün sosial mediadan yox, Messi'dən, futboldan danışacağım. Mən bir Barcelona azarkeşiyəm və bugün danışacağım şeylər də GSMF və Barcelona arasında əlaqələrlə bağlıdır. Amma istəyirəm ki, hamımız bir dənə olaya hakim olaq, full diqqət burada olasınız. Bu neçədir? Müəllim bilir. Demək yoldaşlar, mən kiməm? Burada adətən bir neçə şəkil olur. Mən də ailəmin gözündə, valideynlərim buradadır, anam və atam. Onların gözünə hələ də uşağam. Amma həqiqətən uşağam, çünki dünənlər gecə təqdimatı hazırlayanda gecə saat 2 idi, anam mənə yemək verirdi. Ciddiyəm, yəni zarafat eləmirəm. Paralel olaraq dostlarımın gözündə də mənim bir imajım var. Əlimdəki pul mənim özümün aid olmasa da onlara elə bir şey, mən milyonlar qazanıram və bütün ölkələri gəzirəm. Amma 4 fərqli ölkədə olsam da bunların hamısı Erasmus və fərdi layihələrin hesabına olubdur. Çox təəssüf ki, hələ pul qazanmağın yolunu tapmamışam. İş mühitində isə məni biraz daha rəsmi görürlər. Təəssüf ki, mən kostyum şalvar geymək xoşlamasam da məni elə görürlər. Amma mənə məcbur. Mən hər kəsin gözündə bir hacı olaraq varam, amma ümumi götürsək sizin qarşınızda tam olaraq necə olacam. Futbola keçməmişdən əvvəl istəyərdim ki, şəkildəki şəxslərini tanımayaq. Birinci şəxsin kim olduğunu bilən əlini qaldıra bilər. Buyurun. Siz arxada çıxanın. Buyurun. Siz. Adı nədir? Bəyin. Əla. Nəçidir? Əla. Şəhriyar Məmmədiyarov Azərbaycanın qrosmeysteridir və dünya üzrə tanınmış idmançılardandır. İkinci şəkildəki şəxsi tanıyırsınız. Rafael Ağayev deyildi. Çox uzatmıram. Üçüncü şəxs mənim adaşımdır. Bilirəm. Bu üç şəxsin uğurlu olmasının səbəblərindən biri onların istedadlı və yaxud da ki, digər formatda digərlərindən fərqlənməsi deyildi. Onların düzgün istiqamətləndirilməsi və əzmli olmasıydı. İndi isə bu bizim yerli idmançıları gördüyümüz kimi sizə bir şey də göstərəcəm. Yoldaşlar, çox üzr istəyirəm, amma biz həqiqətən futbolda yaxşı deyilik. Və bu yaxşı olmamağımızın səbəbi bəlkə də istedadlı və yaxud da ki, bacarıqlı olmağımızla bağlı deyil də, düzgün yönləndirilməməyimizlə bağlıdır. Necə ki, az əvvəlki slaytda gördüyünüz kimi, bu şəxslər düzgün yönləndirilib və uğur qazanıbdır. Amma bizim istedadlı futbolçularımız olsa belə uğur qazana bilməmişik. Bizim maksimum futboldakı uğurumuz milli səviyyədə niyə də yoxla bağlıdır və o da prosesinin dövrünə təsadüf edir. Amma istəyəndə həqiqətən alınır. Mən istəyirəm ki, siz də bu zala gələrkən bir hədiyyə qazanmış olasınız və bu həqiqətən hədiyyə olsun. Çünki bizdə hər birinizin nömrəsi və mail məlumatı var. Mən istəyirəm ki, hədiyyə qazanmaq şansını sizə verim. Amma bunun üçün bir dənə oyun oynayacağıq. Bu oyun çox sadədir. Amma komanda oyunudur. Odur ki, hamımız birimiz üçün çalışmalıyıq. Və dolayısıyla bütün komandalar, zalı 3 yerə böləcəm. Komanda 1, komanda 2, komanda 3. Hər komandanın qazanmaq şansı olacaq. Hazırsınız? Alqışlan. Deməli yoldaşlar, oyun çox bəsitdir. Mən komanda 1-i böldüm. Komanda 1 hamı eyni zamanda alqışlamağa başlayır. Amma bir temp, bir səs olur.
Başlayırıq. Okey, əla. İndi əla. Birinci komanda testi keçdi. Komanda 2. Əla. Komanda 3. Ən çox səs hardan gəldi? Məncə 3-dən gəldi. Baxmayaraq ki, 2 daha çox idi. Amma səbirli olun. Hələ oyuna başlamamışıq. Demək yoldaşlar, bu oyunun qaydası odur ki, komanda şəklində bir-birimizlə sinerji şəkildə daha yüksək səsi çıxartmalıyıq. Ona görə komanda 1-dən başlayırıq. 3, 2, 1. Olmadı. Hamıdan bir səs gəlməlidir. Bir səs. 3, 2, 1. Gibi. Bura keçdik. Bura keçdik. Bütün zor. Yoldaşlar, hədiyyənin olduğunu bilmək istəyənlər əlini qaldıra bilər. Yoldaşlar, hər kəsə apardan 5 azeyni kuponumuz olacaq. Deməli, bu nə üçündür? Hər hansı bir məbləğ ödəmədən bu məhsuldan istifadə edə bilirsiniz. Açırsınız, nömrənizə gələn SMS-lə, mailinizə gələn maillə açırsınız, yüklürsünüz, sizin balansınızda 5 manat aktiv olacaq və hər hansı bir şey ödəmədən istifadə edə biləcəksiniz. Bu, təxminən 800 nəfərə 5 manatdan hesablayanda 4 minlik bir investisiyadır. Apara təşəkkür eləmək lazımdır ki, belə bir şey eləyibdir. Dediyim kimi, istəyəndə alınır, amma gərək həqiqətən çox istəyəsən. Siz də çox istədiniz, təbrik edirəm qazandığınız üçün. İndi isə gələk mənim mövzuma. Bu klubun azarkeşləri var. Bəs bu klubun azarkeşləri var. Yaxşı. Dava istəmirik. El Clasico deyil bura. Deməli, yoldaşlar, bu iki klubun müxtəlif formada azarkeşləri var. Mən soruşacağım ki, Barcelona ilə bağlı azarkeşlər. Nəyə görə bu klubun azarkeşisiz? Adətən cavab bu olur. Bu olur. Bu adam olur. Bu adam bir çoxlarına görə tarixin ən yaxşısıdır. Əla. İkinci məsələ, bəziləri biraz daha yaşlı nəsil olur. Bu şəxslər olur. Mən Ronaldinho izləyib sevmişəm, amma 2001-ci iləm, çox sayılmaram. Amma işin əsasında məsələ nədir? Bu klubun dəyəridir. Bu klubun niyə var olduğudur. Bizim şəkildə gördüyümüz şəxs Joan Gamperdir, Barcelona klubunun yaradıcısı. Bu şəxs İspaniyaya köçür İsveçrədən və klubu qurur. Ağlındakı sevda ilə, içindəki inancla, inan və ətrafına vermək istədiyi fayda ilə bir yerdə 4 nəfərdən bir yerdə başlayırlar, babam deməli, topun dalınca qaçmağa. Bu 4 nəfər başlayır 11 olmağa, bu 4 nəfər başlayır 24 olmağa, belə artır və həqiqətən bir klub yaranır. 1899-cu ilin noyabr ayında bu klub yaranır və 125 ildir ki, fəaliyyət göstərir. Amma çox böyük çətinliklər var idi. İspaniyada futbolun bilinməzliyi var idi, İspaniyada stadion və digər məkanların olmaması var idi və insanları buna inandırmaq var idi. Joan Gamper və komandası bunu elədi və əlavə olaraq yaşadığı o qədər çətinliklər var idi. Bunların söhbət nədən gedir? İspaniya kralının elədiyi repressiyalar var idi və əlavə olaraq bu insanlara qarşı törədilən hətta cinayətlər belə var idi. Amma bu onlara mane olmadı ki, öz sevdalarından vaz keçsinlər. Odur ki, sən bir şey həqiqətən çox istəyirsənsə və bunun eləməyinə fayda olacağına inanırsansa, alınır, eləməlisən və eləyəcəksən. Bizim də göstərmək istədiyimiz nədir? Bu şəkildəki bu videonu izləməyinizi istəyəcəm. Səsi versək əla olar. Görürsünüz necədir? Möhtəşəmdir həqiqətən. Sənət əsəridir. Vallahi. Amma burada real azarkeşlərini özü istəyirəm. Amma işin digər tərəfi də var. Buranı da görməyinizi istəyirəm. Bura nədir? Bu videonu açaq, Messi'nin qarşılaşdığı çətinliklərdir. Bir slayd əvvəl gedək. Videonu açsaq əla olacaq. Görürsünüz, ayağına indirilən zərbələr. Burada az qala ayağını sındırırlar. Dinmə. Xodma.
Bunun kimi çox epizod var, amma mən bunlardan detallı yox, bizim komanda ilə assosiasiya eləmək istəyirəm. Az əvvəl gördükləriniz də bizim komandaydı. Nəyə görə? Bu zaldakı auditoriyanı, bu xoşbəxtliyi, bayaqki enerji, bayaqki bizim Messi kimi driblinglər eləməyimiz, qol vurmağımız idi. Sizə görüntümüz idi ki, siz bundan zövq alırsınız. Biz bunu eləməyə çalışırıq və çox şükür ki, sizlərlə bir yerdə nail oluruq. Sizə həqiqətən nə qədər təşəkkür etsəm azdır. Minnətdaram. Amma bizim komanda tək o deyil, buydu. Keçənki tədbirin sonudur. Görürsünüz, təşkilat komandamız və spikerlərin böyük bir hissəsi zalda sona qədər əyləşmişik, qalmışıq və biz başlayırıq nəyə? Bu sevinci qutlamağa tuşlar demiş. Və yuxarıdakı kimi. Make it look easy. Və mən gedirəm oradan. Hara gedirəm bilmirəm. Hara gedirəm bilmirəm. Yadımda deyil. Və bu bizim üçün çox böyük xoşbəxtlik idi. Çünki dəyərimiz olan insanlara fayda verməyi reallaşdırmışıq və bunu gənclər olaraq eləməyimiz bizim üçün çox böyük qürur idi. Və bizim dediyim kimi Messi kimi xoş günlərimiz də oldu. Burada komanda olaraq uğurumuzu qeyd edirik, təlimlərimizdə olmuşuq və s. Amma negativ yaşadıqlarımız şeylər də olubdu. Nə yaxşı Instagramda close friends deyə bir şey var. Yoxsa mən nə paylaşacaqdım bilməyəsiydim. Deməli, forum ərəfəsində keçənki tədbirdir. Başımda şişkalar çıxmışdı stresslə və həkimlik olmuşdum. İş görə bilmirdim. Paralel ortadakı yoldaş Nurlan bizim dizaynerimizdir. Hazırda İspaniyada olsa da bütün proyektlə bağlı kurasiyada olubdu. Amma onunla nə olmuşdu? Başına daş düşmüşdü. Zarafat eləmirəm. Ciddi deyirəm. Həqiqətən bu uşağın başına daş düşmüşdü. Və nə qədər az olsa da biz bundan gülürdük, məzələnirdik. Deməli, gəlirəm hara? Messi necə bacardı? Onun yanında olan insanlar və ona dəstəkləyənlərlə. Bu dəstəkləyənlər ilk ideya yaranandan bizlə bir yerdə, bu yola bir yerdə çıxdığımız insanlar ki, şəkildə gördüyünüz yoldaşları ki, bunlar core teamdir. Bu core team həqiqətən əli silahsız belə döyüşə biləcək yoldaşlardır. Bu cür insanlar cəmiyyətimizdə bəlkə də çətin tapılır və yaxud da ki, çətin tapıla bilən insanlarla biz onları tapmışıq deyə xoşbəxtlik. İkinci məsələ nədir ki, Messi necə böyüdü? Messi ətrafındakı komanda ilə bir yerdə böyüdü və uğurlar qazandı. Nə qədər sən güclü olsan da, dünyanın bəlkə də ən yaxşı futbolçusu olsan da, komandan zəif olsa, sən böyüyə bilmirsən. Ona görə də bizim yaxşı bir komandaya ehtiyacımız var idi. Bu şəkildəki əjdahalardır. Bu şəkildəki əjdahalardan bir yerdə biz sizi bir yerə toplaya bilmişik. Spikerlərimizi bir yerə toplaya bilmişik. Bu məkanda müstəsna bir tədbir keçirə bilirik. Odur ki, mən istəyirəm bizim komandaya bir alqış gəlsin. Bəs əsas məsələyə gəlirəm. Necə oldu ki, Messi uğurlu oldu? Messi dünya tarixində ən çox kubok qazanan, fərdi mükafatlar qazanan futbolçudur. Məncə sirri çox sadədir. Və ona inananlarla olur. Birinci tədbirdə olan spikerlərimiz, sol aşağıdakı şəkildə, hazırki spikerlərimiz və panel müzakirəsində olan spikerlərimizlə bir yerdə. Bizə inandığınız üçün spikerlərimizə təşəkkür edirəm. Onlara bir böyük alqış izah edirəm. Və ən əsası, iki tədbirdir bizlə olan bu auditoriyaya böyük bir alqış! Ən əsası, sizlə bir yerdə olduq. Mən dinlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm. Bundan sonraki tədbirlərdə sıxlıqdan yeri olmaz. Ümid edirəm bundan tədbirlərdə diskomfortdan bizə şikayətlərlə gələrsiniz, nəinki tədbirin tez qurtarması ilə bir yerdə. Odur ki, özünüzə yaxşı baxın. Görüşərik.